İranın ali dini rəhbəri Seyid Əli Xamneyinin öldürüldüyü barədə ziddiyyətli məlumatlar yayılıb. Məsələn, İsrail İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamneyinin bu gün hava zərbəsi nəticəsində böyük ehtimalla həlak olduğunu təxmin edir. İsrailin Kanal 12 telekanalı xəbər yayıb ki, mənbələr bununla bağlı ehtimalın artdığını deyir. Lakin məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib. Telekanal bir neçə dəqiqə əvvəl yayılmadığı məlumatda İsrail tərəfinin ilkin qiymətləndirilməsinə əsasən Xamneyinin ən azı yaralandığını bildirib. Qeyd olunub ki, bu nəticə onun iqamətgahının peyk görüntülərinə əsasən dağıdılması faktına deyil, adı açıqlanmayan mənbələrdən əldə edilən məlumatlara əsaslanır. Kanal 12 həmçinin bildirir ki, bugünkü zərbələr İranın rəhbərliyi və hərbi komandirlərinə çox ciddi zərər vurub. Fox News isə xəbər yayıb ki, İranın ali dini lideri Ayətullah Seyid Əli Xamneyinin yaxın saatlarda xalqa müraciət edəcəyi gözlənilir. Müraciətin Amerika Birləşmiş Ştatları və İsrailin başlatdığı epik qəzəb və şirin nərilçi əməliyyatlarına cavab olaraq ediləcəyi bildirilir. Fox News mənbələrinə görə İsrailin bugünkü hücumlarının əsas hədəflərindən biri İran parlamenti və ali liderin iqamətgahı olub. İsrail ordusunun ali liderin yaşadığı əraziyə bir neçə dəqiq zərbə endirdiyi təsdiqlənib. Reutersin məlumatına görə isə Xamneyi hücumlar başlamazdan əvvəl Tehrandan çıxarılıb və hazırda gizli, yüksək səviyyədə qorunan təhlükəsiz yerdədir. Qeyd edək ki, İranın rəsmi mənbələri Prezident Məsud Pezeşkanın təhlükəsizlikdə olduğunu və dövlət idarəetməsində heç bir boşluğun yaranmadığını vurğulayırlar. Paytaxt Tehranda hərbi obyektlərə və hökumət binalarına yaxın ərazilərdə dağıntıların olduğu da bildirilir. Yeri gəlmişkən, İranın Xarici İşlər Naziri Abbas Əraqçı NBC televiziyasına bu mövzuda müsahibə verib. O bildirib ki, İranın demək olar ki, bütün rəsmi şəxsləri sağ-salamatdır. Ola bilsin ki, biz bir və ya iki komandirimizi itirmişik, lakin bu böyük problem deyil, deyə Əraqçı əlavə edib.